Muxtar Respublikamızda kartofa olan tələbatın böyük əksəriyyəti demək olar ki, şəhər rayonu hesabına ödənilir. Bu il şəhər rayonunda kartof əkilən ərazilərin 435 hektarında müasir suvarma sistemləri quraşdırılıb. Həmin sistemlər quraşdırıldığı ərazidə hər hektara 700 sentner məhsuldarlıq əldə olunub. Su ehtiyatlarının səmərəli idarə olunması, suvarma infrastrukturunun yenilənməsi, qapalı suvarma şəbəkələrinin yaradılması, hidrotexniki qurğuların müasirləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi aqrar siyasətin əsas prioritetləri sırasında yer alır. Muxtar Respublikanın əsas kənd təsərrüfatı rayonlarından olan Şərur bu sahədə qabaqcıl mövqeyi ilə seçilir. Bu gün artıq şəhər rayonunda kartofun yığım mərhələsindəyik. Artıq sahədən də göründüyü kimi insanlar kartof əkin sahələrində yığım həyata keçirirlər. Qeyd etdiyim kimi də müasir suvarma sistemindən tətbiq olunmuş əkin sahələrindən 700 sentnerə yaxın məhsul əldə edilir. Bu da digər ənənəvi qaydada əkin sahələrindən yüksək olduğundan fermerlərimiz əsasən müasir suvarma sistemlərinin tətbiqinə üstünlük verirlər. Təxminən əkin sahələrinin 80%-nə yaxın 435 hektarında müasir suvarma sistemləri tətbiq olunur. Muxtar Respublikada bu il həyatyanı təsərrüfatlar istisna olmaqla ümumilikdə 581,6 hektar sahədə kartof əkini aparılıb. Əkin sahələrinin böyük hissəsi 540 hektarı Şərur rayonunun payına düşür ki, bu da rayonun kartofçuluqda əsas istehsal mərkəzlərindən biri olduğunu göstərir. Demək olar ki, bu illəri biz 15-16 hektar sahədə kartoşka əkini əkmişdik. Bu kartoşkanı müasir suvarma sistemi ilə suvarırıq. Çünki müasir suvarma sistemi o deməkdir ki, məhsuldarlıq yüksək olur, qoxmaq olmur, qurd gəlmir, tel qurdu da elə bir şey var. Bu müasir suvarma sistemində bunlar ziyan verə bilmir. İndi gördüyünüz kimi ambara yığırıq malımızı. Bunu o deməkdir ki, tədarük edirik ki, qışda çıxardıb bazarları təmin etmək üçün hətta Bakı, Azərbaycan rayonlarına göndəririk məhsulumuzu. Şərurun kartof sahələrində müasir suvarma sistemlərinin tətbiqi bir daha göstərir ki, kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri su ehtiyatlarından səmərəli istifadədir. Əldə olunan nəticələr təsdiqləyir ki, suvarma sahəsində aparılan islahatların Naxçıvanda kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verir.